Saçlarımı bu hala necə gətirdim? Bugün onu danışacağıq. Kızlar, saçlarım hədsiz tökülürdü. O kadar strese düşmüştüm ki. Ben bunları təbii vasitələrlə necə aradan qaldırdım, onu bugün danışacağıq. Saç dərimizə çox yaxşı qulluq eləməliyik. Şampun növləri var ki, onların tərkibində balzam əlavə olunur və onlar çox zərərlidir saç dibləri üçün. Təbii ki də siz onu istifadə edəcəksiniz və fərq hiss eləməyəcəksiniz, amma uzun müddət istifadə eləsəz, saç tökülmələri ilə qarşı-qarşıya gələcəksiniz. Hər şey şampundan başlanır məncə. Şampun seçimi çox önəmlidir. Mən hal-hazırda Minidermin bu üçün, yəni qabıqlanma olan saçlar üçün çox yaxşıdır. Qabıqlanma əmələ gəlir. O qabıqlanmağın qarşısını almaq üçün də yaxşı bir nəm verməliyik saçlarımızın diblərinə. Saç diblərindəki qabıqlanmanı çox yaxşı aparıb və istəyirəm ki, çox qəşəng nəmləndirib. Bununla qalırammı? Xeyr, əlbəttə ki. Mən bir müddətdir ki, dediyim kimi dəhşət çox tökülmələr yaşayıram saç diblərimdə, amma hal-hazırda çox yaxşıdır ki, yeni saçlar əmələ gəlib. Bunun üçün iki vasitə istifadə eləmişəm. Təbii kan götürürsüz, sarısından ayırırsınız. Sarısını qabınıza tökürsüz, qaşığı bal, bir xörək qaşığı da zeytun yağı, amma təbii sızma olsa çox yaxşı olar. Bunları qarışdırın, saç diblərinizə yedirərək, masaj edərək. Elədikdən sonra 2-3 saat falan gözlədim. Məsələn, sonra bu möhtəşəm qarışımı sizə göstərəcəm. Bu rozmarin və mixain qaynadılmış və belə yığılmış hal. Mən bunu xaladenikdə saxlayıram. Məsəl üçün bir flakonum bitdi, bunu yeni doldum. Mən hər gün, hər gecə yatmamışdan öncə saç diblərimi mütləq şəkildə bunu istifadə edirəm. Göstərdiyimdə, yəni burada çıxmış saçları yəqin ki hamınız görürsünüz. Yəni bunların nəticəsidir. Yəni təbii vasitə olduğu üçün də ekstra rahat paylaşıram sizdən. Deyirəm, müntəzəm şəkildə istifadə olunmalıdır bu məhsullar. Yəni bir ay istifadə edin, özünüz fərqi və nəticəni çox aydın görəcəksiniz. Bəyənməyi unutmayın. Hələlik.